Sözün əsl mənasında özümü cənnətdə hesab edirəm. Çünki biri-birindən gözəl və bacarıqlı xanımlar proqramımızın qonağıdır. Xoş gəldiniz. Təşəkkür edirəm. Dəvətiniz üçün. Çox sağ olun. Yaxşı olasınız. Firuzə xanım, əsas məsələyə keçməzdən əvvəl mənim bir sualım olacaq ki, etika və etiket arasında fərq. Etika bizim daxili dünyamızdır. Əslinə qalsa etika və etiket anlayışları bir-birlərinə çox yaxındılar, amma həm də fərqlidirlər. Etika bizim, belə deyək, daxili dünyamızda kimliyimizi bildirir. Daxili mədəniyyət. Bəli. Məsələn, yalan danışmamaq, dürüst olmaq, vicdanlı olmaq, ədalətli olmaq və əxlaqi dəyərlərimizi göstərir. Bu etikadır. Bir də var etiket qaydaları. Etiket qaydaları isə bizim daxili dünyamızın xaricə yansımasıdır. Davranışlarımız. Bəli. Məsələn, masa arxasında, belə deyək, düzgün əyləşmə, alətlərdən zərif istifadə qaydası, bunlar artıq etiketdir. Yəni, belə çıxır ki, etika bizim daxili dünyamızda kimliyimizi bildirir, etiket isə bizim davranışlarımızı göstərir. Çox gözəl izah etdiniz. İndi siz danışa-danışa yenə də yaxın keçmişə qayıtdım. Günlərin bir günü məni özəl bir restorana dəvət etmişdilər ki, o ümumiyyətlə ölkənin mətbəxindən çox-çox uzaq idim və açığı biraz həyəcan hissi keçirdirdim. Sanki elə bir his yaratmaq istəyirdim ki, sanki mən onu dadmışam və mən rahat hissi yaşayırdım ki, görəsən mən onu necə yiyəcəm. Fransız mətbəxi idi, düzdür, Fransız mətbəxi də çox zəngindir, amma elə yeməklər var ki, açığı mən onu risk edib, yəni sifariş edib yeməzdim, amma özəl bir yemək olduğu üçün çox böyük bir həyəcan hissi ilə menyudan bir yemək sifariş etmişdim. İndi burada səsləndirməyim onu. Bəlkə bir gün onu öz Instagram səhifəmdə paylaşaram. Sözün canı nədir? Yəni, oradakı bir çox, tutaq ki, bıçaqlar, sonra çəngəllər, yəni o qədər çeşidləri çox idi ki, bəzən insan çaş qalır ki, görəsən hansından başlamalı. 3 çəngəl, 3 bıçaq bəzən olur. Və bugün həmin dərsin bir qismini biz burada keçəcəyik. Deməli, hesab eləyək ki, Firuzə xanım, biz axşam yeməyinə gəlmişik, düzdürmü? Bəli. Nahar edəcəyik. Buyurun. İlk öncə mən, belə deyək, oturacağa əyləşməkdən başlamaq istəyirəm. Çünki bu da çox incə bir məqamdır. Oturacağa əyləşərkən sol tərəfdən əyləşirik hər zaman. Hə, özümüzün solunda. Bəli. Və əyləşdikdən sonra çiyirlərimizi düz saxlayırıq və oturacağa tam söykənmirik, bel hissəsinə söykənmirik, bir ovuc qədər məsafə saxlayırıq, təbii ki. Bəli, masa ilə bizim aramızda isə, baxmayaraq ki, hal-hazırda mənim oturacağım biraz narahatdır, amma restoranlarda oturduqdan 4 barmaq qədər məsafə saxlamalıyıq. Yəni, bu da incə bir məqamdır, bunu da unutmuruq. Masada əyləşərkən, masa kənarında əyləşərkən dirsəklərimizi deyil, yalnız biləklərimizi masanın kənarına qoya bilərik. Yəni, bu da... Dirsəyi bilirdim ki, olmaz. Bəli, dirsəkləri deyil, yalnız biləklərimizi qoymalıyıq, bəli, masanın üzərinə. Yemək yeyərkən masaya əyilmirik, sadəcə qabağa gəlirik. Masanın üzərində hal-hazırda biz parça salfet görürük. Parça salfeti bəzən qolbaqla da istifadə edə bilərik. Bəzən də sadəcə, bəli, qatlaya qoya bilərik və əgər qolbaq varsa, mütləq sola qoyuruq qolbağı. Yəni, bu da incə bir məqamdır. Salfeti açarkən çox hərəkətli şəkildə deyil, zərif şəkildə və üçkünc qatlayırıq və dizlərimizin üzərinə qoyuruq. Və bunu da qeyd etmək istərdim ki, parça salfet təkcə geyimləri... Onu yuxarıdan göstərə bilərsiniz ki, izləyicilər, bu şəkildə. Bəli, bu şəkildə. Parça salfet təkcə geyimlərimizi qorumaq üçün nəzərdə tutulmayıb. Həm də ağız ətrafımızda silə bilərik. Sadəcə bu şəkildə, sağ və sol. Bəli. Və sildiyimiz hissəni mütləq qatlamaq lazımdır. Çünki bu kənardakı insanlara xoşa gəlməz bir görüntü bəxş edə bilər. Daha sonra yeməyə davam edirik. Bəli, yeməyə davam edirik. Daha sonra bəli. Daha sonra isə masaya ilk öncə şorba gəlir. Şorba əvvəlcədən gəlmir təbii ki. Biz əyləşəndən sonra masadar təqdim eləyir. Şorbanı gətirəndə bəzən altlıqla da verənlər olur, bəzən altlıqsız da olur. Hər ikisi doğrudur. Və alətlər görürük. Ümumiyyətlə alətlər yediyimiz yeməyə uyğun olaraq düzülür. Yəni menyuya əsasən. İndi bugün bizdə menyuda 3 növ yeməkdir. Yəni biz bugün sizə sadə, klassik
belə deyək, masa göstəririk. Amma siz getdiyiniz məkanda ola bilər ki, alətlər də çox olsun, yəni bunu da nəzərə alın. Mən sizin əlaqə nömrənizi götürəcəm. Bəli, təbii ki. Növbəti dəfə harası səyahətə gedəndə bilim də, yəni vəziyyətdən yaxşı çıxıb. Tamam, inşallah. Və sağ tərəfdə biz qaşıq görürük. Əgər qaşığı görürüksə, bu deməkdir ki, bizdə menyuda birinci şorba var. Bəli. Şorbanın içilmə qaydasını göstərmək istərdim. Şorba özümüzə tərəf deyil, kənara doğru içilməlidir və boşqaba toxundururuq ki, hər hansı bir damcı üzərimizə düşməsin. İçdikdə isə qaşığın uç hissəsindən deyil, kənar hissəsindən içilməlidir. Yəni, bu formada. Bəli. Və bitdikdən sonra təbii ki, qaşığı kənara deyil, boşqabın içərisinə və yaxud da ki, altlıq varsa, altlığın sağ tərəfinə də qoymaq olar. Bəzən olur ki, boşqabın içərisində şorba qalır və biz artıq bilmirik ki, onu hansı tərəfə boşqabı meyilləndirək. Özümüzə tərəf deyil, kənar istiqamətə meyilləndirərək qaşıqla içə bilərik. Amma əgər qaşığa gələcək qədər şorba qalmayıbsa, onu sona qədər içmək ehtiyac yoxdur. Bəli, ehtiyac yoxdur. Nə qədər dadlı, ləzzətli olmasına baxmayaraq. Bəli. Bitdikdən sonra da şorbamızı içdik. Bəli, içdik, kənarlaşdırırıq. Onu da sol tərəfə qoyuruq. Bəli, masadar artıq onu götürür. Bundan sonra ikinci bizdə belə deyək, bıçaq gəlir. Bıçağın daraqları, bu çox incə bir məqamdır. Bıçağın daraqları həmsə içəriyə doğru olur. Çünki biz götürəndə daha asanda olsun. Yəni və mütləq işarət barmağımızla sol tərəfdə də çəngəl həmişə durur və bərk basmadan sadəcə yüngül təzyiq göstərərəkdən yeyə bilirik. Bəxtimiz gətirəcək sizi qarşınızdakı o tutaq ki, ət parçası yumşaq və yaxşı bişirsə, o zaman əziyyət çəkməyəcək. Üst boşqabımız həm qəlyanaltılar və salatlar üçün nəzərdə tutulmuşdur. Salatı da yeyərkən çəngəl və bıçaqdan istifadə edirik, amma burada bıçaq köməkçi vasitəsidir. Sadəcə, bəli. Bir də elə yeməklər ola bilər ki, orada məsələn çəngəl bıçaqdan da istifadə edə bilmirik. Məsələn, bu krevetkalar ola bilər, xərçənglər ola bilər. Burada biz əlimizlə belə deyək, yemək məcburiyyətində qalırıq. Əgər krevetka sol şəklində gəlibsə, təbii ki, çəngəldən istifadə edirik. Yox, əgər quru şəklindədirsə, burada bəli, əlimizlə. Və soruşa bilərsiniz ki, bəs əlimiz batanda bunu necə silək? Masanın üzərində, adətən restoranlarda, əgər menyuda krevetka və yaxud da ki, digər balıq yeməkləri varsa, hamısını ki, əllə yeyirik. Orada su, limon, bir də salfetlər olur. Biz limonla əllərimizi silirik. Necə silməliyik? Kasada gətirirlər bunu. Belə deyək, limonla əlimizi sadəcə silirik, belə deyək, toxundururuq. Daha sonra barmaqlarımızı suda yaxalayırıq və daha sonra parça salfetlə silirik və bu halda artıq xoşa gəlməz qoxu gəlmir. Təşəkkür edirik. O qədər gözəl, nəcib şəkildə onu izah elədiniz ki, amma söhbətimiz hələ davam olunacaq. Biraz əvvəl Firuzə xanım maraqlı sirləri bizə açıqladı. Biz harada qalmışdıq? Şorbamızı yedik. Salatımızı yedik. İndi hal-hazırda isti yeməklər olan boşqabdan danışmaq istəyirəm. Bu böyük boşqab isti yeməklər üçün nəzərdə tutulmuşdu. Bir incəliyə toxunmaq istərdim ki, biz yeməyi yedikdə, bəzən məsələn ət yeməyi yeyiriksə, bir çoxlarımız rahat olsun deyə ət yeməyini əvvəlcədən kəsirlər, rahatlayırlar, sonra çəngəllə yeyirlər. Bu etik qaydalara uyğun deyil. Biz nə qədər yeyiriksə, yəni yedikcə kəsməliyik, belə deyim. Bəli, yedikcə yavaş-yavaş yeməyi kəsib və təbii ki, çəngəllə yeməliyik. Daha sonra çəngəl və bıçağın səssiz dili olur. Yəni, biz getdiyimiz restoranda, məkanda ola bilər ki, yediyimiz yeməyi, məsələn, belə deyək, bəyənmədik və yaxud da bəyəndik və yaxud da ki, bitirmişik. Bunu biz çəngəl və bıçağın səssiz dili ilə danışacaq masadarla. Məsələn, əgər yeməyi bitirmişiksə, bu formada qoyuruq çəngəl bıçağı. Sağ tərəfdən? Bəli, sağ tərəfdən, bəli, baxın, bu formada və artıq masadar başa düşür ki, siz bitirmişsiniz. Ola bilər ki, siz fasilə verirsiniz, məsələn, fasilə verirsiniz və istəyirsiniz ki, masadar, belə deyək, boşqabınızı yığışdırmasın. Bu halda bu formada qoyuruq və masadar, belə deyək, bilir ki, siz fasilə vermişsiniz və yaxud da ki, bəyəndim demək istəyirsiniz, yeməyinizi bəyənmişəm, bu formada bəyəndiyinizi masadara çatdıra bilərsiniz. Amma bəyəndim və davam edəcəm, o zaman batmayacaq o çəngəllə bıçaq. Əslində, fasilə vaxtı bu formada qoyanda belə qulpları yuxarıya doğru olur. Və bitirdikdə də hər zaman qulpları ümumiyyətlə yuxarıya doğru olur. Bəyəndim, o artıq ki, bitirmişəm. Bəli. Bəyəndim, siz artıq, bəyəndim, xeyr, bəyəndim bitirmək demək deyil, yəni bu formada qoyacaq. Mən çünki uzaqdayım, sizdən buradan görmürəm. Kənara doğru qoyulmalıdır, qulplar təbii ki, batmasın. Bəs bəyənmədi? Bəyənmədi.
ədədimdə isə çəngəl bıçağa doğru keçir və bu halda masadar anlayır ki, siz yeməyi bəyənməmisiniz. Bundan sonra isə icazənizlə sağ tərəfdə qədəhlər dayanıbdır. Qədəhlər də getdiyiniz məkanda daha çox ola bilər. Bu da içdiyimiz mayedən asılıdır. Bugün mən sizə ikisini göstərmək istəyirəm ki, əsas su qədəhidir. Qədəhi tutarkən belə deyək, qulpundan tutmalıyıq hər zaman. Gövdəsindən deyil. Nəyə görə? Çünki əlimizin istisi belə deyək, suyu, mayeni isidə bilər. Bir də ki, barmaqlarımızın izi bakalda qala bilər. Bu da xoşa gəlməz bir görüntü yaradır. Ona görə hər zaman qədəhi qulpundan tutmalıyıq. Suyu da hətta. Bəli, suyu da, bəli, şirəni də hər zaman qədəhdən tutmalıyıq. Sol tərəfdə gördüyünüz boşqabı isə çörək boşqabıdır. Biz çörək qabıdan boşqabı götürürük və nəzərinizə çatdırmaq istəyirəm ki, çörəyi heç bir zaman kəsmirik. Yalnız əlimizlə bölürük və böldüyümüz parçanın üzərinə bu yağ bıçağıdır və yağı, yəni böldüyümüz qədər tikənin üzərinə belə deyək, əlavə edirik və yeyirik. Yəni çörəyi kəsmək, bəli, əlimizlə davam edirik. Masanın yuxarı hissəsində isə çəngəl və qaşıq görürük. Gördüyümüz qədərilə onların ölçüsü kiçikdir və qaşığın qulpu sağ tərəfə baxır. Çəngəlin qulpu isə sol tərəfə baxır. Bu nəyə görə belədir? Çünki biz qaşıq hər zaman sağ əllə, çəngəli isə sol əllə tuturuq. Kiçik qaşıq yumuşaq desertlər üçün nəzərdə tutulmuşdur. Tiramisu kimi, dondurma kimi məsələn. Amma çəngəl daha sərt, belə deyək, daha sərt şirniyyatlar üçün nəzərdə tutulub. Məsələn, Napoleon kimi tutalım ki. Sağ tərəfdə isə belə deyək, stəkan və nəlbəki görürük. Əgər masamız hündürdədirsə, biz belə deyək, yalnız stəkanı qaldırırıq. Yəni bu formada içirik. Ay Firuzə xanım, çox təşəkkür edirəm. Bugün nə qədər bilmədiyimiz məqamları sizin sayənizdə mən bilmiş oldum. Amma düşünürəm ki, biz yenidən sizlə görüşəcəyik. Çünki etiket qaydaları öyrənmək üçün həm bizim üçün fürsət olacaq bir araya gəlməyimizə, həm də ki sizdən bir